افتتاحا لذكره وسببا للمزيد من فضله ودليلا على آلائه وعظمته والصلاة والسلام على سيد المرسلين وخاتم النبيين مولانا أبي القاسم محمد اللهم صل على محمد و آل محمد. و o budur ki, insanlar dünyaya gəlməmişdən əvvəl Pərverdigar aləm insanlardan əhd alıb, söz alıb, onlarla danışıb. İndi bu harda olub, necə olub, mənası nədir? Onlar öz yerində qalsın. Onlar fənni bir söhbətlərdir. Bu məclisə və bizə çox da aidçiliyi yoxdur. Amma bizə aidçiliyi olan budur ki, Allah neçə şeyin barəsində biz bu dünyaya gəlməmişdən əvvəl bəzi hədislərə əsasən zərr aləmində, ruhlar aləmində ki, hələ bu bədən yaranmayıb, ruh bu bədənə daxil olmayıb, bu bədən dünyaya gəlməyib, ruhlar aləmində, zərr aləmində Allah insanla danışıb və insanlardan əhd alıb, söz alıb, peyman bağlayıb onlarla, elə ki, onlar Allaha söz veriblər, ondan sonra buyurub ki, bəli, buyurun, gedin indi dünyaya. O da ardıcı, hər kəs öz vaxtında gələcək, vaxtında da gedəcək. Hansı şeylərdir? Bunların bəzisin, ola bilsin, mən qabaqki söhbətlərdə, başqa mövzuların içində demiş olam. Amma çün bu bəhsə daxil oluruq, burada işarə eləməyimizin eybi yoxdur. Neçə şeyin barəsində ki, Allah bizdən əhd alıb, söz alıb və onun üstə də möhkəm dayanıb, bizim yadımıza salır bu dünyada. Elə belədir, yadımıza salır. Hətta bizə deyir ki, siz mən dediklərimə baxacaqsınız. Əgər baxsanız, mən də öz vədələrimə əməl edəcəyəm. Bəqərə surəsində 40-cı ayədə deyir ki, və əvfu bi'əhdi. Ay insanlar, ay möminlər, ay bəşər, və əvfu bi'əhdi. Məndən əhd bağlamısınız, onun barəsində vəfa eləyin. Söz vermişdiniz, o verdiyiniz sözlərə əməl eləyin. Siz eləsiniz, sözlərinizə əməl eləsiniz, ufeylə bi'əhdikum. Mən də eybi yoxdur. Nə demişəm sizə, ona əməl eləyərəm. Amma birincisi budur ki, siz öz vədələrinizə əməl edəsiniz. İmam-ı Sadiq əleyhissalamın bu ayənin barəsində bir hədisi var. Həzrət buyurur, bu çox mühüm bir sözdür. Həzrət buyurur bu ayənin barəsində. Buyurur ki, innəl əbdə İza dəalləhə təala biniyyətin sadiqə. İnsan gəlir, Allaha dua eləyir. Özdə pak, təmiz niyyət ilə dua eləyir. Lap belə yaxşı, şəraitli dua eləyir Allaha. Və qəlbin muxlis, həm niyyəti sədaqətlidir, həm də qəlbində Allahdan başqa heç nəyi nəzərə almır. Xulus niyyətinə, təmiz ürəklə
Allaha dua eləyir. Ustucibə ləhu bə'də vəfaihi bi əhdillah. Qəbul olur ya olmur. Pak niyyətlə dua elirsən, təmiz ürəklə dua elirsən, qəbul olur ya olmur. İmam Sadiq əleyhissalam buyurur, bir şərtlə qəbul olar. Düzdür niyyətin təmizdir, düzdür ürəyin pakdır, ixlasla dua eləyirsən, amma bir şərti var. O şərt nədir? Deyir, ustucibə ləhu bə'də vəfaihi bi əhdillah. Allah qəbul eləyər duaları, amma o zaman ki, verdiyin sözlərə əməl eləyəsən, bə'də vəfaihi bi əhdillah, Allahla sən danışıbsan orada, ona söz veribsən, deyibsən, mən ora gedəndən sonra belə olacağım, belə eləyəcəyəm, dediklərin hamısını itaat eləyəcəyəm, söz verib gəlibsən. İndi də gəlibsən burada, dua eləyirsən, buyur, pak niyyətinlə, nə yaxşı, təmiz ürəklə, lap yaxşı, amma əgər o vədə ki mənə veribsən, o vədələrə sən əməl etsin, ondan sonra sənin dualarında qəbul olar. Ondan sonra mən də verdiyim əhdilərə, peymanlara, sözlərə əməl eləyərəm. Bu hədisi Həzrət deyəndən sonra ayəni oxuyur. Avfu bi əhdi, ufi bi əhdikum. Dəlili də bu ayədir ki, oxuyur. Bir ayə də var, Pərverdigar aləm məzəmmət eləyir o insanlar ki, öz əhdilərin pozurlar, sındırırlar. Görürsən, iki nəfərdir, bir-biri ilə əhd eləyirlər. Məsələn, deyirlər, ikimiz əhd eləyək, məsələn, bir-birimizi dua eləyək. Hər gecə həm gecə namazı qılaq, həm də dua eləyək. Bu bir əhdidir. İki mömin eləyir. Çox var, qabaq tələbələrin də qumda, onların da içərisində belə şeylər var idi. Və çox yaxşıdır belə şeylər. Möminlər bir-birləri ilə əhd bağlayalar ki, məsələn, bu illəri qutardı, bu ilin əvvəlində əhd bağlayaq, bir şey yazaq, 10 dənə, 5 dənə, 7 dənə, 8 dənə, nə ürək istəsə, gələn ilə qədər əhd eləyirlər bir-birləri ilə ki, ona əməl eləyələr. Bu bir əhdidir. O insanlar ki, əhdilərin pozurlar, sındırırlar, onların barəsində məzəmmət var. Həm insanlar bir-birləri ilə, həm bəzən insan özü ilə əhdi bağlayır, ya and içir, deyir, mən məsələn bugündən sigaret çəkməyəcəyəm, özü-özünə əhd bağlayır. Ya filan işi görməyəcəyəm, ya xeyr filan işi görəcəyəm, məsələn, filan kitabı oxuyacağım, filan duanı oxuyacağım, bunlar belə şeylər var. Məzəmmət nədir? Rəd surəsinin 25-ci ayəsində bizi belə məzəmmət eləyir. Biz deyəndə o insanlar ki, öz əhdilərin pozurlar və sındırırlar. Buyurur, vəllezine yenquzun əhdəllah min ba'd misaqih. Burada Allahla əhd bağlamağın barəsindədir. Bir var, özümlə əhd bağlamışam, pozuram, onun bir günahı var. Biri var, iki mömin birbiri ilə peyman bağlayır, əhd bağlayır, onun da bir günahı var. Bu ayədə o insanlar ki, Allaha söz veriblər, Allahla əhd bağlayıblar, amma sonra əhdlərin sındırırlar, bu onların barəsindədir. Deyir, vəllezine, o insanlar ki, yenquzun əhdəllah, Allahla bağladığı əhdiləri sındırırlar, min ba'd misaqih,
ona söz verəndən sonra və yəqtəun ma əmərəllahu bihi ən yusəl və Allah əmr elədiyi işlər ki, bunlar onu yerinə yetirməlidirlər, amma yetirmirlər və yufsidunə fil ərz və yer üzərində fəsad eləyirlər, ulaikə ləhumul lə'nə. Allah deyir. Allah deyir onlara lənət eləsin. Lənət olsun onlara, məndən əhd bağladılar, amma gələndən sonra sındırdılar, amma pozdular. Mən əmr etdim bəzi işlərə, onun əksinə getdilər. Yer üzərində fəsad elədilər. Ləhumul lə'nə və ləhum suuddar. Nə pis yer onları gözləyir, nə pis yerə gedəcəklər olar, nə pis əzaba giriftar olacaqlar olar. Bu ayə belə deyir. Bu ayənin barəsində bəhs eləyiblər. Hansı əhdiləri deyir Allah? Hansı əhdiləri biz Allahla əgər sındıraq, Allah bizə lənət oxuyacaq? Mühüm şeydir bu. Mühümdür ki, Allah bizə lənət oxuyur. Biz görək hansı əhdiləri eləmişik ki, indi onları sındırırıq, Allah bizə lənət eləyir. Bu barədə bir hədis mən oxuyum, ondan keçək. Həzrət buyurur ki, ayənin mənasında, deyir, ey əhdəllah əl-məxuz əleyhim, o əhdləri ki, insandan alıblar, o məsələlər ki, insan onların barəsində Allaha söz verib, Həzrət sayır. Deyir ki, lillah bir rububiyyə. Birincisi budur ki, Allah orada səni bu dünyaya göndərməmiş, sənə orada deyib, yaxşı, məni Allahlığa qəbul elədin, Rəbb kimi məni qəbul elədin, rububiyyətimi qəbul elədin, bu bir. Vəli Muhammedin bin nübüvvə, mən peyğəmbər göndərəcəyəm, adı da budur. Bunun barəsində, bunun nübüvvətinin barəsində də sizdən söz alıram, peyman alıram, əhd bağlayıram. Bu iki. Vəli Əliyyin əleyhissalam bil vilayə vəl imamə. Ali əleyhissalamın vilayətinin barəsində, imamətinin barəsində də sizdən söz almışam. Bu dörd. Vəli şiətihim bil məhəbbəti vəl kəramə. Bir də ki, onların məhəbbəti, özlərinin, tabilərinin, hamısının məhəbbətin sizə vacib eləmişəm. Əgər bunlara siz söz verirsiniz, əgər bunların barəsində mənim sözümü qəbul edirsiniz, yaxşı, indi buyurun. Buyurun, sizi göndərirəm, gedin ora. Gəlib burada, oturub indi danışır. Bunun ağlına belə gəlir, belə danışır. Onun ağlına elə gəlir, elə danışır. O bir dəlil gətirir, bu bir dəlil gətirir, o bir məntiq gətirir, bu bir məntiq gətirir. Bunlar müzakirəyə qoyulası sözlərdir. Pərverdigar aləmin rububiyyətin müzakirəyə qoyasan, Peyğəmbərin nübüvvətin müzakirəyə, əlbəttə niyə? Təbliğ olar. Bilməyəni başa salasan bu olar. Başa düşməyənə məntiq, dəlil, sənəd, sübut gətirəsən bu olar. Bunlar mümkündür. Amma bu iki nübüvvətin özün müzakirəyə qoyasan, bu müzakirəyə qoyulası bir şeydir. Deyir, bax, bunları mən sizdən söz almışam. Biri də var, bəhsimiz də odur. İndi gəlirəm çatam ona. Bu
Bunları iki, 4 dənə bir hədisdə oxuduq, ayrı-ayrı hədislərdə də deyilib bizə, ayələrdə, Quranın ayələrində də ayrı-ayrı deyilib ki, mən onlara çox vaxt vermirəm. Məsələn, biri budur. Bəqərə surəsində 21-ci ayədə bizdən ibadət istəyir, o birisi surədə amma bizə deyir, yadımıza salır. Öz Allahlığın. Deyir, ələstu bi rəbbikum, orada mən belə demişəm sizə, demişəm, ələstu bi rəbbikum, mən sizin Allahınız deyiləm, mən sizin Rəbbüz deyiləm, qəbul elədüz məni, qalu bəla, dedilər ilahi, hamımız qəbul eləmişik, orada qəbul eləyib. İndi burada yada salır ki, ay bala, dünyada bəzəhlər, düzəhlər, çiçəklər, güllər sizin yadınızdan çıxardar belə şeyləri, başqa işlərlə məşğul olarsınız. O işi ki, onun üçün gəlibsiz, o yadınızdan çıxıb, başqa işlər sizin başınızı qarışdırıb, indi yadımıza salır. Ya eyyuhəl-ləzinə amenü, istəcibu lillah və lirrəsul. Söz alıb orada, burada da yadımıza salır. Ya eyyuhəl-ləzinə amenü, əti'ullah və əti'ur rəsul və ulil əmri minkum. Əlinin vilayəti, Peyğəmbərin nübüvvəti, özünün itaəti, bunları bax bir-bir yadımıza salır. Bunların hamısını deyəndən sonra, ondan sonra gəlir söz 5-ciyə. 5-ci nədir? Bir dənə də söz var bizdən alıb orada. O da budur ki, deyib, bax, mən Allah qəbul elədüz. O Peyğəmbər onu da qəbul etdüz. O da onun vəsisi, vilayəti, əlinin onu da qəbul etdüz. Və o təşkilatı da hamısın, onu tabelik edənlərin məhəbbəti də sizə, kəramətlə sizə lazım oldu, onu da qəbul etdiniz, amma bir mühüm şey də var. Bir düşmən də var ki, o çalışacaq, bunları sizin yadınızdan çıxar da. Bax, o düşmənin özün də sizin yadınıza salıram. O hansıdır? O budur ki, buyurur, Ələm əhədileykum, ya bəni Adəm, ay Adəmin balaları, Ələm əhədileykum, ya bəni Adəm, Allah tə'buduş şeytan, İnnəhu ləkum əduvvun mubin. Yasin surəsində 60-cı ayə deyir, ay Adəmin balaları. Niyə deyir Adəmin balaları? Birincisi budur ki, yəni hamıya istir deyə. Müsəlman, qeyri-müsəlman. Bilin ki, şeytan sizi cəhənnəmin dibinəcən aparmasa əl çəkməyəcək sizdən. Bax, bunu bilin. Adəmin balası deməkdə Adəmi yadınıza salır ki, yəni bax, iş oradan başlanıb. Ədavət Adəmdən başlanıb. Bu Adəmin balası ilə kin-küdurət bağlayıb ürəyində, Adəmin balalarından əl götürməyəcək. İnşallah oxuyacaq onları ki, necə oldu, nə dedi, onları oxuyacaq. İstir deyə ki, bax, bilin ki, sizin baboz Adəminən ürəyində kin-küdurəti var və bu ta sizi cəhənnəmə aparmayıb, sizdən əl götürməyəcək. Elədin, yaduza saldım. İndi əgər birdən baxmadın, o necə? Baxmadın, o necə? Deyir, mənə zərəli yoxdur. Bax, sən məni Allah biləsən, bilməyəsən. Peyğəmbərimi Peyğəmbər kimin tanıyasan, tanımayasan. Əmirul mümini imam kimin tanıyasan, tanımayasan. Onu tabelik edənləri məhəbbət eləyəsən, etməyəsən. Şeytanı da özüvə düşmən biləsən, bilməyəsən. O cəhənnəm, o cənnət. Sən mənə hissad eləyənməyəcəksən. Nə eləsən özü eləyəcəksən. Bu dostluqların da mənfəəti sənindir. O düşmançılıqların da ziyanı səninkidir. Bunu bil. Deyir, mənə heç nə.
Mənim rububiyyətim yerində, Peyğəmbərin nübüvvəti yerində, cənnət onlarınçıdır, Kevsər onlarınçıdır, Qasimun nar vəl cənnə əmirul müminindir Allahın izni ilə. Onlar öz yerində, öz məqamlarında. Sən əgər onlara qoşulsun, sənə mənfəəti var. Onlardan ayrılsın, ziyan özünküdür. 5 gün, 10 gün deyəcəksən, gəzəcəksən, dünya qutaracaq, başın arxası yerə ki dəydi, gözlər tavana elə ki dirəndi, qapıdan yox, gözü və Əzrail görsəndi, onda peşman olacaqsan. O peşmançılığın day faydası yoxdur.